Salam değerli dostlar. Yenə vətəndaş müraciəti, yenə insanlar narahat edən problemlər çəkirlər, göndərirlər. Təbii ki, biz zaman tapdıqca vətəndaşlar narahat edən problemlərdən danışırıq, onları değerli dostlar çatdırırıq adətli qurumların diqqətinə. Daha bir xanım vətəndaş bizə müraciət edib, Rəhimova Esmira Mirzə qızı. Abşeron rayon Məhəmmədli kəndində adamın başına oyun açıblar. Dinləyək görək Rəhimova Esmira xanım nə istəyir değerli dostlar? Salam əleykum. Mən Rəhimova Esmira Mirzə qızı bu videonu çəkib jurnalist Elnur Şuşova göndərirəm. Və ondan xahiş edirəm ki, mənim çəkdiyim videonu işıqlandırsın. Bəlkə əlaqədar təşkilatlar mənə köməklik edərlər. İnsafa düşər ürəkləri. Mən özümə Məhəmmədli kəndində 3 sot torpaq almışam. Bu torpağın çıxarışına mən 2000 pul vermişəm. Ancaq çıxarışa. 2000 pul vermişəm. Çıxarışda götürüb yazıblar mənə ki, kənd təsərrüfatı. Ancaq kəndin içində hər tərəfi evlər. Mən hektarlarla torpaq almamışam, hektarlarla sahələr almamışam. Hər tərəfi tikili evlər ola. Necə ola bilər ki, mənim bu 3 sot torpağım kənd təsərrüfatı olsun? İndi mənə deyirlər, get 5000 də pul gətir bizə, biz bu sənəti düzəldək, eləyək tikinti sahəsi. Mən də götürdüm Mehriban xanıma yazdım məktubda. Qeyd elədim hamısı başıma gələnləri ki, bəs məndən 5000 pul istəyirlər tikinti sahəsi eləmək üçün. Mehriban xanım mənə nazirliyin nömrəsini verdi ki, bu nömrə ilə əlaqə saxlayın. Mən də həmin nömrəyə zəng eləyirəm, telefonu açan yoxdur, açmırlar, yoxsa özləri bilərəkdən açmırlar, yoxsa nömrələri işləmir. İndi Elnur müəllim, sizdən jurnalist Elnur müəllim, sizdən xahiş edirəm. Mənim bu danışığımı işıqlandırasınız. Mənə bəlkə əlaqə təşkilatlarının ürəyinə rəhim düşdü bir Azərbaycanlı xanımı kimi. Köməkli elədilər mənə. Mən 25 ildən çoxdur kirayə qalıram. 30 min pulun bacına batdı. 90-cı ildə evimin pulu. Vermədilər pulumu. 30 ildə, 25 ildən də çoxdur özüm kirayədə qalıram. Yığdığım pullar hamısı bacına batdı, getdi. Sizdən xahiş edirəm, artıq mən kirayə ödəyə bilmirəm. Mənə köməklik edəsiniz, mənim bu çıxarışımı dəyişdirsinlər, tikinti sahəsi eləsinlər. Sizdən artıq dərdə xahiş edirəm. Belə Rəhimova Esmira Mirzə qızının müraciətini dinlədik. Adam 2000 pul verib, təkrar ondan 5000 pul istəyirlər. Yəni adamın başına oyun açıblar. Yəqin ki, məsələni adətli qurumlar diqqətinə çatdırdıq biz. Değerli dostlar, bir məsələdə mən buradan vurğulamaq istəyirəm. Son vaxtlar bəzi problemlərlə bağlı biz yayımlar veririk. Xüsusən də bu Gold Cars 777 avtosalonu ilə bağlı vətəndaş müraciətlərini biz yayımlayırıq. Orada olan o şər şəbəkəsini çalışırıq biz ifşa eləyək. Mən xahiş edirəm. Bizə heç bir qazi bu məsələ ilə bağlı zəng eləməsin. Mənim qazilərə, şəhid ailələrinə xüsusi hörmətim var. Bunu bilənlər bilir. Bilməyənlər də bilsinlər. Mənim şəhid ailələridir, qazilərdir, qırmızı dizgimdir, qırmızı xəttimdir. Amma mən xahiş edirəm. O avtosalonun Cars 777 avtosalonunun müdürü qazilərə mənə zəng elətdirməsin. Getsin vətəndaşların problemlərini həll eləsin. Sən get əlil adamın problemini həll elə. Sən get Qasımov İlkin tapdıq onun problemini həll elə. Sən orada o baş verən biabırçılığın qarşısını al, qardaş. Mənə sən niyə zəng elətdirirsən? Sən ümumiyyətlə mənə niyə zəng elətdirməlisən? Değerli dostlar, bu məsələlərə son qoyulmalıdır. Mən buradan adətli qurumlara təkrar müraciət edirəm. Mənim səsləndirdiyim problemlə bağlı, mənim yayımlandığım görüntü ilə bağlı yalnız və yalnız mən buradan deyirəm. Qarşı tərəf olaraq mövqe bildirə bilərsiniz. Çəkin, göndərin, işıqlandıraq. Yoxsa mənə qazi zəng eləsin, şəhid ailəsi zəng eləsin, digər həssas təbəqənin nümayəndələri belə şeylərdən istifadə eləmək olmaz. Qazilər bizim başımızın tacıdır, şəhid ailələri bizim başımızın tacıdır. Bu qədər kifayət edir məncə. Dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.